Değerli şagirdlər, 24-cü sualın həllinə baxaq. Bizə verilib ki, katetləri 10 və 24 olan düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu tapın. İlk öncə xaricə çəkilmiş çevrənin radiusu nəyə bərabər idi? Hipotenuzun yarısı. Vəssalam. Bu bizim düzbucaqlı üçbucağımız. Katetlər 10, 24. İlk öncə hipotenuzu taparıq. Hipotenuzun kvadratı hər zaman nəyə bərabər olurdu? Katetlərin kvadratının cəminə. Buradan x kvadrat bərabərdir 100 plus 576, 24-ün kvadratı. Buradan x kvadrat bərabərdir 676. X nəyə bərabər imiş? Deməli, 676 26-nın kvadratıdır. Hipotenuz məlum oldu 26. Xaricinə çəkilmiş çevrənin radiusunu soruşduğundan radius, yəni burada r. Radius nəyə bərabər olacaq? Hipotenuzun yarısı. Deməli, radiusumuz 13 imiş. Cavabımız olacaq 13.